Deməli, ayın 3-ü, 5-ci mikrorayon, Şadlıq evi, 6-sı Köyün turist, yuxarı zat. Bu xalta məni laf dilxar elədi ya. Deməli, 7-si Messi'nin kiçik toy meclisi, 9'unda da bize ona da göy kitabı. Ay can. Bunu da bütün bunlar keçmişin qalıqlarıdır. Elədir. Bu barədə mən çox mühasirələr oxumuşam. Cavanların şadlıq günü olmalı. Elə olmalı. Biz ise bundan istifadə edirik. Özümüzü göstəririk. Var dövlətimizi nümayiş edirik. Eyb olsun. Biabırçılıdır. Niye burada iştirak edirik? Özüm də bilmirəm. Nəysə. Sağ ol. Kızıma belə toy eləməyə qoyma. Elə də la. Sağ ol. Yaxşı yox. Bu nə biabırçılıdır ya? Sənə 1000 dəfə demişəm ki, məni belə toylara gətirmə. Elə bu? Bəlkə indi orada qəfildən, quruşdan qalıb, ola bilər. Subaylarınızdan görək. Sağ olun. Şartlılarına görüşək. Çox sağ olun. Vəssalam. Subaylarınızdan görək. Can sağ olun. Sağ olun. Salamat. Gəlin. Yaxşı. Siyahını çaş-baş saldığın üçün. Sağ olun, sağ olun, çok sağ olun. Herkesi toyda görək. Mən həmçin meclislərdə... Yadındadır bunun toyda. Bəli. Siyahını çaş-baş saldığın üçün səni 5 manat cərim edirəm. Canik, axı biz uşaqlıq dostuyuz. Uşaqlıq dostuyuz. Bir də belə eləsən, zaptım. Xudafisiniz, zap demişkən səni bir gecənin içində uğurlatdırıram. Uşaqlıq dostu, Anladım. Doğrudan yaxşı yadıma saldın. Biz əksərlə uşaqlıq dostuyuz. Beşliyim mənə. Neyçi Canik? Uşaqlığı yadıma salacağım. Sən uşaqlıqda mənə 45 manat borcluydun. İndi qaldı, yox 50 manat borcluydun. İndi qaldı 45 manat borcun. Bu ki. Ne küçədir, nə midədir.